Salam, axşamınız xeyir. Son zamanlar həqiqətən də cənab Emin Əmrullayeva ismarıc yollayırlar, xahiş edirlər, yalvarırlar. Bu məktəblərdə baş verən negativ halları görün. Çox xahiş edirəm. Tapşırmayın sağınıza, solunuza. Amma dinləmir. Çünki o təkdir, biz çoxuq. Şikayətlər çoxdur, amma şikayətləri göndərilər regionala. Amma bilmirlər ki, regional da direktorlarla, sektorlarla əl birdir. Deməli, son zamanlar deyirlər ki, niyə məktəblilər getmir? Yəni 11-ci siniflər, 9-cu siniflər, 10-cu siniflər niyə məktəbə getmir? Hətta aşağı siniflər adı olub məktəbdə, amma məktəbə gəlməyən aşağı ibtidai sinifdən tutmuş 11-ci sinifə qədər uşaqlar var ki, yəni onlar məktəbin divarlarının hansı rəngdə olduğunu belə bilmirlər. Direktor üstü örtülü uşaqlara deyir ki, sinif rəhbərinə sifariş yollayır ki, yəni uşaq istəyirsə məktəbə gəlməsin, valideyn iclası zamanı və yaxud da fərdi söhbət, hətta qəbirstanlıqda belə gedib söhbət eləyirlər ki, uşağın gəlməməsi üçün siniflər üzrə dəyişir də. 800 manat, 1000 manat, 2000 manat alanlar var, 500 manat alanlar var, nə bilim, neçə gündən bir baxıram ki, deyirlər, bəli, doğrudur. Amma sizin əlinizdə sübutlar yoxdur, düzdürmü? Deməli, təşəkkür edirəm bu səs yazılarını mənə yollayan və o mənə dedi ki, biz bu səsləri heç kimə atmırıq, məhz elə sizə atacağıq. Çünki siz yeganə bəlkə də Azərbaycanda bir müəllimsiz ki, təhsilin düzəlməyini istəyirsiniz. Dedim, bəli, əlbəttə ki, istəyirəm və buna da çabalayıram. Hətta ömrümün sonuna qədər, son nəfəsimə qədər əlimdən gələn edəcəm ki, keçirilən imtahanlar da şəffaf keçsin, şagirdlərin haqqı yeyilməsin, müəllimlərin həmçinin sözünü deməyə, necə deyərlər, sözünü deməyə icazə versinlər. İndi səs yazılarını paylaşacağım, amma səslərdə biraz düzəliş etmişik, çünki az yaşlı uşaqlardır, yəni az yaşlı deyirlər daha doğrusu, 11-ci sinifdilər, onların gələcəyi var, amma onu da deyim ki, bundan da betər məktəblər var. Təşəkkür edirəm bu səs yazılarını mənə göndərənlər. Demək olar ki, deyir, məcbur edirlər, məktəbə gəlsək də, gəlməsək də bizdən pul istəyirlər. Amma bildiyimizə görə o direktor artıq pensiyaya gedir. Ona görə də bunların pulları batıb və məcburdular ki, gündəlik olaraq məktəbə getsinlər. İndi yeni direktor axı o qayda qanunu yaratmayacaq, axı hələ ona tezdə, axı hələ bir dayanın, bir özünü düzəltsin. Paylaşıram səs yazılarını. Baxın. Soruşacağım səndən. Mən də elə bil ki, buradan köçəcəyik biz. Yəni bu kənddə köçəcək də. Ona görə də şeydir, mən məktəbə gec gələcəm də. Yəni dedim gərək siz Akimə nə qədər pul verirdiniz. Ama hiç ses edemedi. Bədicə elə buradan köçəcəyik deyə atama başqa qiymət demişdi. Yəni bir dənə də qız var bizim məktəbdə oxuyur da, 8-də oxuyur. Ondan soruşmuşdum, o başqa qiymət demişdi. Ona görə soruşum görək siz də, elə bilim sən də alırsan. Deyim görək yəni. Biz 800 manat vermişik. Nə qədər? 800 manat. Uydu. Biz şəhərdənik bax ona görə. Amma vermək fikrimiz yoxdur. Kartına falan atırdınız, yoxsa belə adicə verirdiniz? Müəllim, anam otağında verməliydi. Bir şey vardı. İstəyirəm sənə. Hədə. Bir şey deyəcəm, amma xahiş edirəm, nə aramızda qalsın. Yox, narahat olma aramızda. Bir şey deyim, biz buradan kənddən köçəcəyik. Yəni, istəyirəm ki, yəni, atam o günləri Akimlə danışdı, yəni, bu pul verib gəlməmək haqqında. Hə. Yəni, eləmək istəyirdim ki, siz nə qədər verirdiniz? Biz, Allah bilmirəm ki, onu atam bilir, mən bilmirəm. Atam gəlsin, soruşum, mən sənə deyərəm. Hə, tamam. Deyəsən 500 falan idi, dəqiq bilmirəm. Siz nə qədər verirsiniz ki, verdiniz? Biz hələ verməmişik. Elə bir biz buradan... Verməmişsiniz? Yox, çünki biz kənddə qalırdıq. Deyəsən. Mən bilən elə idi. Bir də onun zəhmət olmasa soruşarsan da atadım. Hə, yaxşı. Hə, tamam. Siz deyirəm, siz Akimə nə qədər pul verirsiniz? Bir sən nə soruşum? Çünki mən kənddən köçəcəm, atam danışmışdı Akim əlimlə. Yəni, haradasa 500 manat falan demişdi atama. Öyrənmək istəyirəm, görək siz nə qədər verirsiniz? Onu mən sən necə, mənim atamın iş yoldaşı müdür verirdi. Daha doğrusu elə ata gindi müdür verirdi də, onların da tanışları falan.
şeydədir, o məktəbdədir. Ona görə bizim heç qiymətli xəbərimiz onun il başlarından verirlər. Şeyliydi. Amma mən bildiyimdən 500-dən az bir məbləğ deyil. Çox da bayağı çoxdur. Hadi 800 falan olar. Bəlkə də bir sən necə 9-da elə idi. Qiymət 9-da səhv eləmədi, düz idi. Hə. İndi bilmirəm, bəlkə də 11-ə görə dəyişirlər. Ona 11-ə görə qiymət bəlkə də dəyişir. Hə, tamam. Dinlədiniz yəqin ki. Dinlədiniz. Bəli, baxın məktəblərdə bax bu cür deyə özü görürsüz, o deyir tanışıdır, gedir onunla danışır, harda danışır, otağında danışır, kim verir pulu, falan kəs verir, anam gedib verir. Yəni belədir. Amma mən soruşa bilmədim ki, ayda mı verir bu qədər pulu, ildə mi verir bu qədər pulu? Bəs yaxşı bu verilənləri hara gedir? Kimə ötürürlər, kimə verirlər? Yəni bilən varsa xahiş edirəm, mənə də bir məlumat versin görüm. Bu yığılan pullar 500, 800, 1000, 1500. Baxır, uşağın adı məktəbdə var, özü heç gəlməyənlər var. Kəndə gedib yazdırırlar. Şəhərə gedirlər, kurslara gedirlər. Bir maraqlanın, görün. Bax, adicə imtahanlar zamanı mən baxmışam, görmüşəm ki, uşağın yerinə başqa uşaq gətirib otuzdurublar. Mənə yəni verilən məlumatlara görə. Mən olan yerdə elə bir şey mümkün deyil, o siz bilirsiniz. Amma yaxın zamanda inşallah sizə başqa məlumatlar da paylaşacağım. Çünki regional həqiqətən də bəzi şeyləri ört-basdır eləmək istəyir. Yəni direktor tərəfindən işgəncə görülən şagirdlər var. Direktor tərəfindən başqa məktəblərə satılan şagirdlər var. Direktor tərəfindən hətta sinifdə saxlanılıb növbəti sinifin bağlanmaması üçün əlindən gələni edən direktorlar var.